Laçın-Xankəndi yolunda 2 həftədən çoxdur ki, davam edən aksiyalar separatçı terrorçu rejimin təşvişinə səbəb olub. Qarabağ İqtisadi rayonunun erməni əsilli Azərbaycan vətəndaşlarını girovda saxlayan Vardanyan Arutyunyan tandemi ekoloji terror əleyhinə keçirilən aksiyalardan saxta böhran görüntüsü yaratmağa çalışır. Onlar hətta Xankəndi sakinləri təqibdən, sosial şəbəkə hesablarını təftiş etməkdən belə çəkinmir. Baş verənləri qarşısında İrəvan isə öhdəlikləri yerinə yetirməyə deyil, Rusiya sülh məramlarının beynəlxalq təşkilatlardan ibarət missiya ilə əvəzlənməsini istəyir. Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının Şuşa-Xankəndi Laçın yolunda 2 həftədən çoxdur davam etdirdiyi aksiya Qarabağdakı quldur rejimin ifşasında əhəmiyyətli silaha çevrilir. Etirazların ilk günündən Azərbaycanı humanitar böhran yaratmaqda ittiham edən Vardanyan Arutyunyan cütlüyünün başçılıq etdiyi dəstə Xankəndidə saxta böhran görüntüsü yaratmağa çalışır. Əhalinin Xankəndi Laçın yolundan istifadəsinin qarşısını alan qondarma rejim bu yolla Qarabağ ermənilərini girov saxlamağa davam edir. Terrorçular Xankəndi sakinlərini təqiblərə məruz qoyaraq onların sosial şəbəkə hesablarını təftiş etməkdən belə çəkinmir. Hətta Qarabağın erməni əsilli Azərbaycan vətəndaşlarından bəziləri ağır təzyiqlərə və işgəncələrə məruz qalır. Separatçıların bu addımları beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazilərində yataqların qanunsuz istismarından və ekoloji terrordan yayındırmağa hesablanıb. Azərbaycana qarşı orada miting təşkil eləmişlər. Amma əslində o etnik erməniləri orada girov saxlayır. Girov saxlayır və özünü bir dövlət xadimi kimi qələmə verərək görünür xaricdən bir dəstək gözləyir. İnsanları güya kimsə orada incidir, Azərbaycan onlara nəsə bir təzyiq edir və beləliklə müxtəlif ölkələrin diqqətini cəlb etmək fikrindədir. Separatçılarla paralel olaraq Ermənistan da bölgədə yeni eskalasiya yaratmaq niyyətindədir. Hələ Soçi görüşü zamanı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülh məramlarının müddətinin uzadılmasını təklif edən Nikol Paşinyan indi də sülh məramlı kontingentin bölgədən çıxarılmasını istəyir. İrəvan bununla kifayətlənməyərək bir neçə ay öncə Azərbaycanla şərti sərhədinə yerləşdirdiyi beynəlxalq təşkilatlardan ibarət missiyanın Qarabağa da yerləşdirilməsi arzusundadır. Bu isə digər dövlətləri prosesə cəlb etmək istəyən Ermənistanın yeni məkirli planlarından xəbər verir. Gələcək prosesləri onlar bilərəkdən gərginləşdirmək və beləliklə bununla da Rusiyanı regiondan çıxartmaq üçün beynəlxalq missiyanın, Fransanın başçılığı altında güya ki beynəlxalq dırnaq arasında sülhməramlı missiyasının gətirilməsini istəyirlər, amma Ermənistan tərəfi və Fransa tərəfi başa düşsünlər ki, Qərbi Zəngəzurda baş verənlər bu əgər Ermənistanın daxili işidirsə, Şərqi Zəngəzur və Qarabağda, Laçında baş verəcək hadisələr Azərbaycanın işidir və Azərbaycan özü qərar verə bilər. Onun əvəzisində hansı sülh yaratma missiyası olsun və yaxud olmasın. Daim çarəsiz vəziyyətdə qalan və öhdəlikləri yadına salınarkən sərsəm təkliflərlə çıxış edən Paşinyan komandasının narahatlığı son həddə çatıb. Uzun illər havadar dəstəyi ilə işğalçılığı davam etdirdikdən sonra siyasəti iflasa uğrayan Ermənistanın yeni havadar axtarışı da nəticə verməyəcək. Siyasi savadsızlıq və acizliyi dövlət siyasəti elan edən, öz sərhədlərini müdafiə etməyi bacarmayan və bu bəs etmirmiş kimi istənilən dövlətdən imdad diləyən İrəvanın bu təklifi nə regional, nə də qlobal miqyasda əhəmiyyətlidir. Qarabağda yerləşdirilmiş ermənilərin və sülhməramlıların aqibəti isə yalnız Azərbaycanın qərarından asılıdır. Bu aksiyomu Ermənistanla yanaşı Vardanyanlı, Arutyunyanlı terrorçu rejim də qəbul etməlidir. Rüstəm Mikayılzadə, Qəhrəman Məmmədov, ASTV Xəbər.